Azərbaycandan dünyanın 73 ölkəsinə qida, baytarlıq və fitosanitar nəzarətində olan məhsullar ixrac olunur. Bu barədə Aktanın 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib. Vurğulanıb ki, məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23%-dən çox artıb. 30 min ton və 103 milyon ədəddən çox heyvan mənşəli, eləcə də 28 min tona yaxın müxtəlif növ emal olunmuş qida məhsulları nəzarəti beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilərək ixracı təşkil edilmişdir. Bitkiçilik məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23%-dən çox artıb. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, bir sıra dövlətlərlə, bir sıra ölkələrlə ixrac potensialının artırılması istiqamətində işlər bu gün də davam etdirilməkdədir. Belə ki, Böyük Britaniyanın tələblərinə uyğun olaraq bir sıra balıq məhsullarının onlara ixrac olunması üçün sənədlər hazırlanaraq təqdim edilmişdir.